Bismillahirrahmanirrahim. Hər birinizi salamlayıram əziz izləyicilər. Deməli, Liman restoranından 200-250 metr içəridə 400 torpaq, yəni bölünüb satılacaq bu tumbadan o hasara qədər belə. Bir də o başdakı hasara, yəni belə bu formada. Bir də belə 400 bölünüb satılır. Sənədi də kupçadır. Gördüyünüz kimi bir də təkrar edirəm, bu tumbadan deməli bu o hasara qədər 400 meyvə ağaçları var. Ətrafı da yaşayışdır. Yəni həyəti də qumdur, gil deyil. Bu ağ üçün, tikinti üçün yararlı torpaqdır. Suyu, kanalizasiyası, işığı, yəni kommunallar da qaydasındadır. Bu hər tərəfi, üç tərəfi hasardır. Alınandan sonra da Allah alana da satana da xeyir versin. Dediyim kimi buradan hasara bölünüb. Satanın da alanın da girişi ayrı olacaq. Yolu da əziz izləyicilər belə. Asfaltdır. O üstədə gördüyünüz maşın yolu dəniz. Buradan da belə deyim əziz izləyicilər 4 nömrənin yoluna yaxındır. Dürüstlük pahalı bir mülktür. Ucuz insanlarda bulunmaz. Bu yüzden herkes de arama onu. Herkesin dilinde doğruluk vardır ama her kalpte taşıyacak cesaret yoktur. Dürüst olmak bedel ister.